Balkanların Nostradamusu kimi tanınan məşhur kahin Vanga ölümündən illər keçməsinə baxmayaraq hələ də adı çəkilir. Xüsusilə 2026-cı ilə dair ona aid edilən iddialar həm fövqəladə hadisələr, həm də insanlıq üçün dönüş nöqtələri ehtiva etdiyi üçün böyük maraq doğurur. Proqnozlara görə 2026-cı il dünya xaricindən ilk təmasdan tutmuş təbii fəlakətlərə, siyasi gərginliklərə və texnoloji sıçrayışlara qədər çoxsaylı sarsıdıcı hadisələrlə yadda qala bilər. Millətin Səsi info xəbər verir ki, Vangaya aid edilən ən çox diqqət çəkən iddialardan biri insanlığın 2026-cı ildə ilk dəfə başqa bir mədəniyyətlə qarşılaşacağıdır. İddiaya görə noyabr ayında nəhəng bir kosmik obyekt yer atmosferinə daxil olacaq və bu hadisə insanlıq tarixində yeni bir dövrün başlanğıcı olacaq. Bu fikri müdafiə edənlər 2025-ci ildə yerə yaxın keçən 31 Atlas adlı ulduzlararası cismi və artan UFO hesabatlarını mümkün işarələr kimi göstərirlər. Kahin 2026-cı il üçün ciddi təbii hadisələrdən də xəbər verir. İddialara əsasən bu dövrdə güclü zəlzələlər, vulkan püskürmələri və ekstremal hava hadisələri dünya üzrə daha da artacaq. Proqnozlara görə yer səthinin təxminən 8% bu fəlakətlərdən əhəmiyyətli şəkildə zərər görə bilər. Avropada qırılan istilik rekordları, Kanada və Avstraliyadakı meşə yanğınları və Asiyada baş verən güclü zəlzələlər bu iddialara misal kimi göstərilir. Vanganın iddiaları təbii hadisələrlə məhdudlaşmır. Onun proqnozlarında 2026-cı ilin beynəlxalq siyasətdə gərginliyin kəskin artacağı bir dövr olacağı deyilir. Qərb-şərq xəttində yaşanacaq gərginliklərin geniş miqyaslı qarşıdurmalara çevrilə biləcəyi ehtimal olunur. Vangaya aid edilən insanlığın çöküşünün 2025-in ətrafında başlayacağı fikri də bu ssenarilərlə əlaqələndirilir. Bununla belə bəzi mənbələrə görə dünyanın sonu 5079-cu ildən əvvəl gözlənilmir. Kahin 2026-cı ildə texnologiya sahəsində böyük dəyişikliklərin baş verəcəyini də qeyd edib. İddialara görə bu ildən etibarən süni intellekt qlobal miqyasda əsas güclərdən birinə çevriləcək və yeni innovasiya dövrünü başlatacaq. Lakin bu inkişaf iş yerlərinin avtomatlaşdırılması, məlumat təhlükəsizliyi və etik problemlər kimi çətinliklər yaradacağı da vurğulanır. Proqnozlarda yer alan maraqlı iddialardan biri kosmosla bağlıdır. İddiaya görə 2028-ci ildən etibarən Venerada enerji mədənçiliyi başlayaraq və 2026-cı il bu layihənin hazırlıq mərhələsinin aydınlaşdığı dövr olacaq. NASA-nın 2028-2030-cu illər üçün Venera missiyalarını planlaşdırması və özəl kosmos şirkətləri arasındakı artan rəqabət bu iddialara paralel göstərilir. Tibb sahəsinə dair proqnozlar həm maraqlı, həm də ümidvericidir. Vangaya görə 2046-cı ildə süni orqanların kütləvi istehsalı başlayacaq. 2026-cı ildə isə bu istiqamətdə kritik addımların atıldığı il ola bilər. Genetik olaraq dəyişdirilmiş donuz böyrəyinin insanlara uğurla köçürülməsi bu istiqamətdə əhəmiyyətli irəliləyiş kimi göstərilir. Bundan başqa, Vanganın 2026-cı ildə xərçəngin erkən diaqnostikasında böyük sıçrayışın olacağı iddiası da diqqət çəkir. Tək bir qan nümunəsindən bir çox xərçəng növünü aşkar edə bilən müced testlərinin sürətlə yayılması tibb dünyasında inqilabi addım kimi qiymətləndirilir.